Salam, Anadolu Akademiyasının dəyərli YouTube izləyiciləri. Bu günlərim Aşıq Ələsgərin Dağlar şeirlərinin, yəni Dağlar qoşmalarının daha doğrusu izahlarını verəcəm. Həm ayrı-ayrı qoşmaların ümumi izahını, həm onların oxşar və fərqli cəhətlərinin, həm məzmun, həm də forma xüsusiyyətlərini verəcəm. Deməli, birinci ümumi məlumat vermək istəyirəm ki, Aşıq Ələsgərin 2 Dağlar qoşması var. Onun birinci Dağlar qoşması əsasən deməli, xoş, yəni nikbin sonluqlu, bir nikbin hiss doğuran bir Dağlar qoşmasıdır. Digəri isə müharibədən sonraki dövrdə yazılan dağlardır. Yəni, belə götürsək, biri müharibədən əvvəlki dağların təsviridir, biri müharibədən sonraki dağların təsviridir. Deməli, birinci məzmununun izahını verirəm birinci dağların, sonra bunun forma xüsusiyyətləri, sonra da ikinci dağların həmin şəkildə. Sözü çox uzatmadan keçmək istəyirəm izaha. Bahar fəsli yaz ayları gələndə, süsənli, sümbüllü, lalalı dağlar, yoxsulu ərbabı şahı gədanı, tutmaz bir-birindən aralı dağlar. Deyir ki, bahar fəslidir, yaz ayları gəlir, süsən, sümbül, laləli dağlar, lalalı, laləli dağlar deməkdir. Deyir, kasıbı, ərbabı, şahı, gədəni heç birini bir-birindən aralı dağlar tutmur da, yəni onlar arasında fərq qoymur. Xəstə üçün təpəsindən qar olur. Min cür çiçək açır, laləzar olur. Çeşməsindən abı həyatcar olur. Dağıdır möhnəti məlalı dağlar. Deyir ki, deməli, dağların təpəsində xəstə üçün məlhəm olur da, yəni qar olur. Min cür çiçək açır, yəni min cür gül olur, hər tərəf laləzar olur. Deyir, çeşməsindən abi həyat car olur. Yəni, çeşməsindən həyat olur da, yəni onların bütün çeşmələrdə, bulaqlarında daha doğrusu. Dağıdır möhnəti məlalı dağlar. Yazın bir ayıdır çox yaxşı çağın, kəsilməz çeşmədən gözəl yığnağın. Axtarma motalın, qayğın qaymağın, zəmbur çiçəyindən balalı dağlar. Deyir, yazın çox yaxşı çağıdır, çeşmədən kəsilmir də gözəl yığnağı. Yəni, hər tərəfindən gözəllər gəlir çeşmə başına, bulaq başına. Burada uşaqlar, axtarma, burada maya düşür, yəni axtarma motalın adıdır. Burada nədən danışır? Deyir, yəni axtarma motalın, yağın qaymağın olur da. Zəmbur çiçəyindən balalı dağlar. Uşaqlar, zəmbur çiçəyi adı deyil, zəmbur arıdır. Deyir, arı dağ çiçəyindən bal alır. Yazın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana. Payızın zəhməri qoyun virana, dağıdır üstündən calalı dağlar. Deyir, yazın əvvəlində dönürsən xana, yəni şaha, xana, son ayda bənzəyirsən yetkin bostana. Payız fəslinin zəhməri səni qoyur firana, dağıdır üstündəki hamını dağlar, yəni calalı, yəni üstündəki hamını, hər kəsi. Gahdan çiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşiman eylər, gahdan qeyzə gələr, nahaqqan eylər, dinşəməz haramı halalı dağlar. Deyir, gah çiskin tökür, gah duman olur, gah gəlib gedəni pərişan edir. Gahdan qeyzə gəlir, yəni gahdan əsəbləşir, nahaqqan eləyir, haramda görmür, dinşəmir. Ağ xələt bürünər, zərnişan geyməz, heç kəsi dindirib, keyfinə dəyməz. Sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngəlli qalalı dağlar. Deyir, ağ xələt geyinir, zərnişan geymir də, yəni cahcalal falan geymir. Heç kəsi də dindirib, keyfin pozmur. Sərdara da söz demir, şaha da baş əymir. Qüdrətli səngərdir, qaladır dağ. Köçər ellər düşər səndən aralı, firqətindən gül nərgizin saralı. Ələsgər məzun təkyardan yaralı, gəzər səndə dərdli nalalı dağlar. Deyir, ellər köçüb səndən aralıya, düşür səndən aralı. Bundan sonra da sənin üzünü görməyəndə gül nərgizlər saralır.
Ələsgər Məzmun kimi yardan aralıdır. Yardan yaralıdır yəni. Gəzər səndə dərdli nalalı dağlar. Deyir, sənin üzərində dərdli, naləli halda gəzər dağlar. Deməli uşaqlar, şeirimiz bu qədər. Şeir heca vəznində yazıldığı üçün əslində dili rahatdır. Sadəcə bəzi izahları vermək istədim. Deməli, burada Aşıq Ələsgərin məzmunca izah, birinci məzmunca başqa bir məzmunun bağlı qeydləri deyim. Burada zəmbur çiçəyindən dediyim kimi, burada zəmbur çiçəyi deyəndə nəyi nəzərdə tutur? Burada zəmbur çiçək adı deyil, arı deməkdir zəmbur. Daha sonra burada 4 fəslin 4'ü də dağların keçirdiyi formalar göstərilir. Bahar fəslində necə olur? Yayın əvvəlində deyir, bahar fəslində, yaz aylarında süsənli sümbüllü olursan, yayın əvvəlində xana dönürsən, son ayda yayın əvvəlində xana dönürsən, sonra payızda zəhmər qoyur virana, sonra qış ayında ağ xələt geyinirsən. Yəni bunlardan danışır. 4 fəsildir. Burada heç bir dağın adı qeyd olunmur. Yadınıza saxlayın. Yəni konkret dağ adı qeyd olunmur. Daha sonra forma xüsusiyyətində keçəndə heca vəznində yazılmışdır. Qoşma janrındadır. Daha sonra dörtlük şeir şəkilidir. Şeir vahidi bənddir. 6 bənddən ibarət olur. Biz bilirik ki, qoşma ən çox 3, 5, 7 bənddən ibarət olur. Daha sonra deməli A, B, C, B şəklində qafiyələnib. Birinci B bənd, daha sonrası isə B, 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 C şəklindədir. Əsər deməli, əsər deyəndə şeir rədv əsasında qafiyələnib. Dağlar rədv əsasında adlanıb, yəni rədv əsasında dağlar adlanıb. Bundan əlavə nə deyə bilərik? Şeir xoş nikbinlidir. Yəni burada heç bir dağlar deməli Aşıq Ələsgərin digər dağlar şeiridir. Bir ay yarım nobahardan keçəndə car olur köysündə sellərin dağlar. Çalxalanır dəryalar, çığırışır qazlar. Zəmzəm zümüzməli göllərin dağlar. Hanı mən gördüyüm qurğu bisatlar. Dərdməndlər görsə tez bağrı çatlar. Mələşmir sürülər, kişnəmir atlar. Niyə pərişandır halların dağlar. Hanı bu yaylaqda yaylayan ellər. Görəndə gözümdən car oldu sellər. Seyr etmir göysündə türfə gözəllər. Sancılmır buxağa güllərin dağlar. Kəpəz mirov qonur, gör neçə dağ var. Üstünə nur yaxsın, ay dəli qoşqar. Yayın ortasında yağdırırsan qar. Səhv çəkib üstündə sallanır dağlar. Elə ki şər gəldi qaraltı qaşı. Dumana qərq olur dağların başı. Düşəndə kürgilə kəlbinin savaşı. Uzaq çəkir qırıq qaların dağlar. Həsən nənə Həsən baba qoşadı. Xaşbulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağlar. Deməli uşaqlar, burada birinci hissədə, yəni birinci bənddə deyir, bir ay bahar fəslindən keçəndə göysündə sellər car olur, dağlar, çalxalanır dəryalar, çığırışır dağlar, zəmzəm zümzüməli göllərin dağlar. Deyir, gölləri, çeşmələri deməli zəmzəm suyuna bənzədir. Hanı mən gördüyüm qurğu büsatlar. Dərdməndlər görsə tez bağrı çatlar. Deyir, insanlar görsə tez bağrı çatlayar. Niyə mələşmir sürülər, kişnəmir atlar? Deyir, halı niyə pərişandır dağlar? Hanı bu yaylaqda yaylayan ellər? Deyir, yaylaqda olan ellər hardadır? Yaylayan burada. Görəndə gözümdən car oldu sellər. Yenə ağlamağından danışır, deyir, bu halı görəndə. Seyn etmir köysündə türfə gözəllər. Sancılmır buxağa güllərin dağlar. Burada dağların adını çəkir. Deyir, kəpəz, murov, qonur, gör neçə dağ var. Üstünə nur yaxsın. Deyir, ay dəli qoşqar, üstünə nur yaxsın. Yayın ortasında qar yağdırırsan. Səhv çəkib üstündə salların dağlar. Elə ki şər gəldi qaraldı qaşı.
Deyir elə ki axşam oldu, şəhər gəldi, axşam düşdü. Dağların başı dumana qərq olur. Düşəndə Gürk və Kəlbin, yəni it və canavarın savaşı uzaq çəkir, çox vaxt dağlar. Həsən nənə və Həsən baba dağları qoşadı. Xaşbulaq yaylağı xoş tamaşadır. Aşıq elsiz, arsız niyə yaşadı? Arsız aşıq deyir, elsiz niyə yaşayır? Ələsgər tək qulların ölsün dağlar deyir. Yəni elsiz yaşayan qulların Ələsgər tək ölsün dağlar. Uşaqlar, deməli bu dağlar şeiri digər dağlardan fərqli olaraq, indi fərqlərini deyəcəm, yəni sonradan da oxşar cəhətlərində özünüz biləsiniz. Bunu indi müqayisə şəklində deyəcəm bu dağları. Deməli, oxşar cəhətləri hər ikisində heca vəznində olmağı, qoşma şəklindədir. Sonra dörtlükdür, yəni şeir şəkli, şeir vahidi bənddir. Bəndlərinin sayı fərqlidir. Birinci dağlarda, yəni xoş niçbinli olan dağlarda, niçbin hissi olan dağda 7 bənddir. Burada isə 6 bənddir. Kitabda əsasən ümumilikdə 10 bənddir bu dağlar şeiri. Daha sonra hər ikisində rədifdən istifadə olunub, rədif əsasında adlandırılıb. Hər ikisinin sonunda müəllif adını qeyd edir, amma özünə müraciəti yoxdur. Deməli, birinci dağlardan fərqli olaraq ikinci dağlarda niçbin ovqat yoxdur. Burada əsasən bədbinlik üstüdür. Burada Ələsgərin ictimai problem göstərən ictimai kədərindən əsaslı. Aşıq Ələsgər bu şeiri deməli müharibə vaxtı, müharibə bitəndən sonra 2 il sonra Ağkilsə kəndinə qaydanda dağların necə insansız nə vəziyyətə düşdüyünü görüb yazmışdı. Daha sonra burada konkret dağ adları çəkilir. Kəpəz, Murov, Qonur, Qoşqar, Həsən nənə, Həsən baba. Sonra burada Xaşbulaq yaylağının adı çəkilir. Burada deməli bədii sualdan istifadə olunub. Demək olar bütün bəndlərdə inversiya işlənib. Bütün bəndlərdə dağlara müraciət var. Amma digər dağlarda bütün bəndlərdə yoxdur. Bəzi bəndlərdə var idi. Daha sonra burada dağların deməli gölləri, çeşmələri zəmzəm suyuna bənzədilir. Bu qədər uşaqlar. Digər izahlar da istəyirsinizsə şərh bölməsinə yaza bilərsiniz. Yeni qruplar açılır. Həm Azərbaycan dili, həm ədəbiyyat. Dərslərdə iştirak edərək dərslərin necə fərqli keçirildiyini, hansı üsullarla keçirildiyini görmək istəyirsinizsə aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz.